Salam və xoş gəlmisiniz. Bugün sizə yuxuda balıq görmək mövzusunda geniş və peşəkar izah verəcəyik. Balıq yuxuda çox zaman bolluq, uğur, sağlamlıq və ruhi inkişaf simvolu kimi qəbul edilir. Həmçinin qədim yuxu təfsirçilərindən biri olan İbn Sirinin fikirlərinə görə, balıq yuxuları insanın həyatında həm maddi, həm də mənəvi cəhətdən mesajlar daşıyır. Əvvəlcə ümumi mənaya baxaq. Yuxuda balıq görmək tez-tez maddi və mənəvi rifah, sabitlik və ruhi harmoniyanı ifadə edir. Lakin hər detal balığın növü, rəngi, sayı, hərəkəti və sizin onunla münasibətiniz yuxunun mənasını dəyişir. İbn Sirinin təfsirinə görə yuxuda canlı və təmiz balıq görmək həyatınızda uğurlu hadisələr və bolluq simvoludur. Bu həm maddi rifah, həm də ruhi harmoniya ilə bağlıdır. Canlı, rəngli və sağlam balıq görmək həmçinin yaxın gələcəkdə sizi sevindirəcək və dəstək olacaq hadisələrin işarəsidir. Əgər yuxuda ölü, solğun və ya xəstə balıq görsəniz, bu diqqət və ehtiyat tələb edən vəziyyətlərə işarədir. İbn Sirinin fikrincə bu cür yuxular insanı sağlamlıq, şəxsi münasibətlər və həyatda diqqətli olmaq mövzusunda xəbərdar edir. Balığın sayı da önəmlidir. Çoxlu balıq görmək ətrafınızdakı insanların dəstəyini, həmçinin həyatınızda bolluq və harmoniya olduğunu göstərir. Yalnız bir balıq görmək isə adətən maddi və ruhi həyatınızda diqqət və fokuslanma tələb edir. Balığın rəngi də mənaya təsir edir. Ağ və parlaq balıq uğur və xeyirli hadisələri simvolizə edir. Qara, solğun və ya xəstə balıq isə problemlər və diqqət tələb edən vəziyyətlər barədə xəbər verir. İbn Sirinin təfsirinə görə balıq yuxuda su ilə birlikdə görünürsə, bu həm də ruhani təmizliyi, daxili harmoniya və həyatın axarına uyğunluğu ifadə edir. Əgər yuxuda balıq suda sürətlə üzürsə, bu həyatınızda hərəkət və dinamika olduğunu göstərir. Əgər balıq sakit suyun içində dayanıbsa, bu sakitlik və sabitlik deməkdir. Yuxuda balıq tutmaq və ya balıqla əlaqədə olmaq da xüsusi mənalara malikdir. Balıq tutmaq İbn Sirinin fikrinə görə məqsədə çatmaq, səbr və zəhmətin nəticəsini almaq deməkdir. Balıqla oynamaq isə həyatınızda xoşbəxtlik və sadə zövqləri qiymətləndirmək mənasını daşıyır. Qeyd etmək lazımdır ki, yuxular həm də ruhani mesajlar daşıyır. Balıq yuxuları həyatınızda sakitlik, diqqət, bolluq və ruhi inkişaf barədə xəbər verir. Hər detal, rəng, sayı, hərəkət və sizin onlarla münasibətiniz yuxunun tam mənasını açmağa kömək edir. Yekun olaraq, yuxuda balıq görmək çox vaxt huzur və rifah simvoludur. İbn Sirinin fikirlərinə görə diqqətli və xeyirli yuxular həyat yolunuza işıq tutur və sizə həm ruhani, həm də gündəlik həyatınızda mesajlar göndərir. Hər bir yuxunu diqqətlə xatırlamaq və onun verdiyi mesajları həyatınıza tətbiq etmək vacibdir. Videonu bəyəndinizsə kanalımıza abunə olun və növbəti yuxu yozmalarını qaçırmayın.